Salam olsun hər kəsə. Əziz valideynlər, mən valideynlərə müraciət edirəm çünki həmişə valideynlər uşaqların dərsləri ilə məşğul olur, onların üzərində durur, onlara göstəriş verir. Bugünkü dərsimiz fəsillər bizə necə təsir edir mövzusudur. Öncə həmişə başlayarkən birinci uşaqlara deməliyik ki, fəsillər neçə dənədir? Yəni, neçə fəslimiz var? 4 fəslimiz var. Əgər belə götürək də, yanvar ayı birinci aydır. Yanvar ayı da qış fəslinə aiddir. Aylardan birinci başlasaq, qış birinci başlayar. Məntiqlə belə götürsək. Çünki yanvar ayı birinci gəlir. Yanvar da qış fəslinə təsadüf edir. Yanvar, dekabr amma qalır qıraqda deyə. Həmişə şagirdlər mənə sual verir ki, müəllimə, bəs yanvar birinci aydırsa, niyə biz fəsilləri sayarkən yaz birinci deyilir? Yaz, yay, payız, qış. Deyirəm ki, çünki yanvar, fevral 3-3'dür də, 3 ay, 3 ay. Yanvar, fevral, mart axı qışa aid deyil. Dekabr kənarda qalır. Yəni, bu bölgünü elə veriblər ki, bəli, məntiqlə qış birinci gəlməlidir. Fəsillərin içində yanvara görə. Amma həmişə deyəndə biz yazı deyirik. Martdan başlayır da hər şey, yazın gəlişi, təbiətin oyanması və s. və s. Bu təqvim məsələsi var. Yaz, yay, payız, qış deyirik. İndi hər bir fəslin də özünün ayları var. Yaz ayları. Mart, aprel, may. Bu yaz aylarıdır. Yaz fəslində havalar qızır. Günəş yer səthinə şəfəqlərini yayır. Ağaclar çiçəkləməyə başlayır. Quşlar artıq o havalar ki soyumuşdu, quşlar uçub isti ölkələrə getmişdi. Həmin isti ölkələrə uçub gedən quşlar, elə ilk quşda qaranquş öz ölkəmizə gəlir yaz fəslində. Və dediyim kimi ağaclar çiçəyi açır, hava yavaş-yavaş qızır və yağışlar yağmağa başlayır. Son vaxtlar yaz fəslidir hal-hazırda. Görürük ki, intensiv yağışlar yağır, aramsız yağışlar və yağışlar yağdıqca da çaylarda suyun miqdarı artmağa başlayır. Bu da bəzi rayon yerlərində daşqınlara, sellərə səbəb olur. Elə paytaxt Bakı şəhərində də biz intensiv gur yağışların şahidi oluruq neçə dönəm ki, bir neçə gün həyatı iflic vəziyyətinə salır. Yəni ki, indi də yaz fəslidir. Mart ayından sonra aprel gəlir və yazın ikinci ayındayıq. Aprel ayı artıq sona çatmaq üzrədir. Az qalıb sona çatmağını. Yazın sonuncu ayı olacaq may ayı. Və may ayı bitəndən sonra, may ayının 22-sindən sonra yay ayı gələcək. Hər ayın 22-si digər 3 aydan sonra, 3-cü ayın 22-sindən digər fəsillər keçid olur. Mayın 22-sindən başlayacaq, iyun, iyul, avqust yay başlayacaq. Yazdan sonra yay gələcək. Yayda məsələn, yazda, yaz fəslində günəş yer səthinə yavaş-yavaş yaxınlaşmağa başlayırdısa, yayda daha çox günəş yer səthinə öz isti şəfəqlərini saçır, istiliyini verir, torpaq qızır, yaşıllıq olur, meyvə bol olur, yayda dəniz mövsümü başlayır. Biz plyajlara sərinləmək üçün gedirik. Havalar çox istiləşir və dağ ətəyi, dağlıq zonalara insanlar sərinləmək üçün üst tuturlar. Yay dedikcə də isti hava, nazik geyim və dəniz mövsümü yada düşür. Qum, dəniz, yəni yay dedikdə bu gözümüzün önünə gəlir. Payız fəsli gəlir. Yaz, yay, payız fəsli. Payız fəsli sentyabr, oktyabr, noyabr aylarını əhatə edir. Payız fəslində ağacların yarpaqları müxtəlif rəng çalarlarına bəzənir
Yəni saralır, bəziləri tökülür, bəziləri xəzəl yaranır da, deyir. Qızılı payız deyirlər. Ona görə ki, yarpaqlar sarı olur və ağacların belə deyim, ətrafını elə bürüyür ki, elə bilirsən qızıldır. Yəni qızıl rəngində, qızıl da sarı olduğuna görə payızə həmişə qızılı payız deyilir. Və payızda da mövsümi meyvələr olur. Payızda havalar biraz soymağa başlayır, yağışlar yağır. Belə deyim də, yarpaqlar saralır, bəziləri də tökülür. Yaz, yay, payız, payızdan sonra qış fəsli gəlir. Qış fəslində payızda biraz soyuyan hava qış fəslində daha çox soyumağa başlayır. Yenə də külək də olur, yağış da olur, daha çox qar yağır, şaxta olur. Qış fəslində insanlar qalın geyimlər geyinir. Hər fəslin özünün geyimləri var. Məsələn, yazda biraz nazik geyinirsən, çox yay kimi geyinmirsən. Yəni üzərindən nazik, yağmurluq deyirlər türklər ona, nazik kurtkalar geyinirik və s. ki, yəni tam hava qızmayıb da. Yayda isə havalar çox isti olduğu üçün nazik geyimlərə üstünlük veririk. Payızda nisbətən biraz qalın geyinirik. Qışda isə əlcəkdən, papaqdan, şərfdən istifadə edirik. Bunlar hamısı bizim sağlamlığımızı qorumağımız üçündür. Və hava şəraiti hər fəslə uyğun olaraq fərqli olur, geyimləri də fərqli olur. Və uşaqlar, gördüyümüz kimi, əgər belə deyim də, ağacda ümumiyyətcə yarpaq yoxdursa, təmiz ağac paltarısızdırsa, insanın geyimi olduğu kimi, ağacın da sanki paltarı yarpaqlarıdır. Və təmiz ağac yarpaqsızdırsa qış fəsli deməkdir. Sarılıbsa yarpaqları qismən biraz bir-iki yarpaq varsa payız fəslidir. Çiçəkliyibdirsə yaz fəslidir. Yamyaşıldırsa, meyvələr filan varsa bu isə yay fəsli deməkdir. Baxırıq bayırda uşaqlar qartop oynayır, hava soyuqdur, çoğundur. Qar adamı düzəldirlər. Demək qış fəslini əhatə edir. Yağışa qaldıqda isə yağış məsəl üçün yazda da yağa bilir, qışda da yağa bilir, hətta yayda da bir neçə gün yağa bilir. Yəni amma havanın sırf soyuq olmağından söhbət gedir ki, soyuq olur qışda. Və öyrənmə hissəsi bizə daha çox maraqlı olmalıdır. İl boyu hava şəraiti dəyişir. Bu dəyişikliklər fəsillər kimi tanınır. Fəsillər havanın isti, soyuq, yağışlı, qarlı, küləkli, buludlu olması ilə fərqlənir. Təbii ki, dediyim kimi, insanlar necə öz xasiyyəti ilə, xarakteri ilə dəyişir. İnsan var ki, simicdir, qısqancdır, belə deyim. İnsan da var, səxavətlidir, insanlara mərhəmətlidir. Fəsillərin də xarakteri budur, xasiyyəti budur ki, elə fəsil var soyuqdur, eləsi var istidir, eləsi var mülayimdir. Uşaqlar top oynayır və gördüyümüz kimi uşaqlar topu yayda da oynaya bilər. Amma ağacların çiçək açmasından, quşlardan filandan, güllərdən bilirik ki, bu yaz fəsli deməkdir. Artıq yamyaşıldır hər yer, meyvələr filanlar, çox yaşıllıq əhatə olunubsa, həmin o açılmış çiçəklər artıq tumurcuqlayıb meyvə gətirirsə, hava isinirsə, bu yay fəsli deməkdir. Və payızda artıq görürük ki, ağacların yarpaqları saralır, tökülənlər xəzəl olur, meyvələr də olur təbii ki, payız meyvələri və saralmış yarpaqlardan yerə tökülmüş, xəzəl deyirlər yerə tökülmüş yarpağa. Xəzəldən, meyvələrin də məhsulun bol olmasından, göbələklərin, demək payızda yağış yağdığına görə göbələklər daha çox olur. Bundan bildik ki, payız fəslidir. Qış fəslində qar adamından, qardan, uşaqların qalın geyimindən bilirik ki, bu artıq qış fəslidir, soyuq olur və hər fəslə uyğun geyim geyinməliyik. Məsəl üçün, yayda biz papaq əlcək taxsaq, təbii ki, bu bizi dalayar, bizi sıxar, belə deyim, istidən ürəyimiz sıxıla bilər. Qışda da lap nazik geyinsək dona bilər. Yəni, hər fəslə uyğun paltar giyməliyik ki, sağlamlığımızı qoruyaq. Digər baxaq şəkillərə uşaqlar. Birinci geyimimiz nədir? Yaz geyimidir. Görürsünüz uşaqlar, lap yay deyil. Baxın, biraz görürsünüz ki, bir balaca, yəni tam kimono deyil, məsəl üçün mayka formasında deyil. Bir balaca, yəni naziklik var. Bu yaz fəslini əhatə edir. Artıq hava getdikcə yavaş-yavaş isinir. Ağacların belə deyim də çiçəkləməsindən bu işarəliyirik bu geyimi yaz fəslinə. Çətirdən, biraz paltarın qalın olmasından görünür ki, hava soyuqlaşıb, yağış yağır. Bu bizə payızı xatırladır, payızı.
və demək kimono geyim, şlyapa bizi gündən qorumaq üçün nazik, lap nazik geyim burada budur və isti havanı göstərir ki, yay fəslində olur bu. Və qar onu göstərir ki, qış fəslidir və papaq, əlcəkdən istifadə edirik. Demək, daha çox günəş var yay fəslində. Yay fəslində günəş, dediyim kimi, yer səthinə öz şəfəqlərini daha çox çatdırır. Bu günəş də, bu şəkilləri işarələdiyimiz kimi, günəşi də yay fəslinə işarələyirik. Günəş buludun arxasında gizlənib, yəni tam olaraq hava günəşli deyil, biraz istidir. Bu bizə yaz fəslini göstərir ki, aha, günəş var, yəni heç yox deyilmiş kimi deyil, amma yəni biraz buludludur hava. Qar yağırsa, bax belə ulduz formasındadırsa qar deməkdir. Qar yağırsa bu qış fəsli deməkdir. Yağış göstərirsə payız fəsli deməkdir. Təbii ki, yazda da yağışlar olur. Amma payızda soyuq olur da, soyuq yağış olur, iş orasıdır. Deyir ki, aşağıdakı cümlələrdən doğru olanı, bax belə quş işarəsi, quş deyirik də biz bu işarəyə. Yəni təsdiq deməkdir. Demək ki, yanlışdırsa X formasında. Demək yazırıq. Sentyabr, oktyabr, noyabr payız fəslidir. Həqiqətən də belədir. Sentyabr, oktyabr, noyabr payız aylarıdır. Ona görə belə bir işarə qoyub düzgündür. Bütün fəsillərdə hava şəraiti eynidir. Xeyr, çarpaz belə bir X qoyuruq. Eyni deyil. Soyuq da ola bilər, isti də ola bilər. Fəsillər il boyu ardıcıllıqla dəyişir. Bəli, il boyu ardıcıllıqla yaz, yay, payız, qış öz yerini digər fəslə verir. Qış fəslində hava istilənir və ağaclar çiçək açır. Xeyr, havanın biraz nisbətən istilənib ağacların çiçək açdığı yaz fəslidir. Qışda havalar soyuyur, ağacların tamamilə yarpağı tökülür. Yay fəslində hava yaz fəslindən daha isti olur. Bəli, yayda daha çox isti olur. Dediyim kimi, yayda günəş daha çox olur. İstilik daha çox olur. Yazda biraz isinir. İlin hansı fəsilləri var? İlin 4 fəsli var. Yaz, yay, payız, qış. Fəsillər hansı əlamətlərinə görə fərqləndiririk? Soyuq olmağı ilə fərqlənir, isti olmağı ilə, mülayim olmağı ilə, geyimləri ilə, əlamətləri ilə, məhsul, meyvə növləri ilə, çeşidlər hər fəslə uyğun olaraq fərqli olur. Bu kimi şeylərlə yəni fərqlənir.